Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Hər vaxtınız xeyir olsun, əziz xanımlar və cənablar. Xoş gördük hər birinizi. Mən Kamran Yaradan Quliyevin təqdimatında həftə içi 5 gün yayımlanan İşin Adamı başladı. Və mən layihə rəhbəri olaraq çox sevinirəm ki, çox dəyərli insanlar var Azərbaycanda, hansı ki, həqiqətən də onlar işinin adamlarıdırlar. Adətən müxtəlif sahələrdə olan dostlarımızı biz bir 15-20 il əvvəl xaricdən axtarırdıq. Onlardan məsləhət alırdıq. İndi xarici mütəxəssislər yer gəldi Azərbaycanlı mütəxəssislərə müraciət edirlər. Deyirlər ki, qardaş, bu nətər ola bilər? Belə, neft ölkəsi deyirik Azərbaycana. Dünya bizi belə tanıyıb, amma əsas şükürlər olsun ki, Azərbaycanın düzdür, siyasəti neft üzərində qurulmasa da, biz yenə də benzin mövzusu haqqında məncə bilməli olduğumuz məqamlar var. Benzin yalnız qardaş 92 vur, 95 vur, 1 ilə vur və yaxud dizel olsun, benzin olmasın. Bundan ibarət deyil də. Bax, bu benzin mövzusu çox vacib məsələdir. Biz əvvəldən deyim ki, əgər məqsədi bugün bizi qiymət artımından bağlı dinləməkdirsə, yan keçin. Biz o mövzulara toxunmayacağıq. Bizim belə deyək də, həll edə bilməyəcəyimiz mövzuları heç vaxt açmırıq. Heç nə vaxtımız var, nə də ki, enerjimiz var. Biz bugün arzu edirik ki, bizim dəyərli sürücülərimiz hər hansı bir yanacaq doldurma məntəqəsinə yaxınlaşanda bilsinlər ki, hansı məqamlarda onlar məlumatlıdırlar, hansı məqamlarda onların, belə deyək də, doğru bildiyimiz yanlışları var, yanlış bildiyimiz doğrular var. Bugün ətraflı Red Oil-dan danışacaq. Red Oil-un keçən dəfə siması olaraq Faiq müəllim bizlə birlikdə idi və o qədər maraqlı mövzulara toxundu ki, inanırıq ki, bugün də həmin effekti alacağıq efirimizdən. İşin Adamı studiyadadır. İşinin Adamı studiyadadır. İşin Adamını salamlayırıq. Red Oil-dan Faiq müəllimi biz efirdə görməkdən xeyli məmnunuq. Mənim necəsiz? Salam, xoş gördük. Mən də sizi və dinləyicilərimizin dinləyicilərimiz tərəfindən eşidildiyim üçün çox məmnunam. Bugün dəvət elədiyiniz üçün də sizə təşəkkürümü bildirirəm. Biz təşəkkür eləyirik. Deməli, belə bir məqam var. Bir standart mövzu üzərindən gedə bir maarifləndirmə olsun. Red Oil nə zamandan bəri yaranıb? İndi mən bilirəm, hər efirdə də deyirəm, amma yenə də bir informasiya olsun. Nə zamandan bəri yaranıb, neçə filial var, neçə filial olacaq? Bu mövzuları keçək. Ardından biz işin texniki tərəflərinə də toxunacağıq. Olar mı? Olar. Buyurun. Red Oil təxminən 2 aya yaxındır ki, bir ədəd yanacaq doldurma məntəqəsi ilə fəaliyyət göstəririk. İnşallah gələcəkdə böyük planlarımız var. Bir neçə ölkə və regionlarda, Bakı şəhər və regionlarda bir neçə yanacaq doldurma məntəqəsi ilə fəaliyyətimizi davam elətdirmək niyyətindəyik. Hal-hazırda Zabrat qəsəbəsində, Zabrat yolunda, yolun sağında Red Oil bir ədəd yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Orada müştərilərimizə xidmət göstəririk. Çox yaxın zamanda inşallah ki, Xırdalan ərazisində Bakı-Sumqayıt yolunun, Bakı-Quba avtomagistralının 12-ci kilometrdə yeni standartlara cavab verən Red Oil markası altında yanacaq doldurması məntəqəsi ilə fəaliyyətimizə davam etdirəcəyik inşallah. İnşallah. Deməli, Zabrat deyirdik, keçən dəfə elə çəkilişə gedəndə Red Oil-a, Zabrat çox səsidir, adam gözünə deyir, dünyanın o başıdır, belə bir fikir var axı. Amma biz bu Koroğlu metro stansiyasının yanından keçəndə avtomobilinə Veyzə baxıram bilərəkdən ki, görün neçə dəqiqəyə çatacaq, 3 dəqiqəyə çatdım. Bəli, Koroğlu metro stansiyasına çox yaxındır. Yəni, siz dediyiniz kimi Zabrat deyiləndə çox uzaq bir şəhərdən kənar bir ərazi nəzərdə tutulur, amma heç də elə deyil. Yəni, çox yaxın bir, siz dediyiniz kimi 3 dəqiqə Koroğlu metrosundan 3-5 dəqiqə aralığında, intervalda bir məsafədə yerləşir. Yolun sağ tərəfində. Yanacaq növləri hər halda var da, hamısı yox sizdə? Bəli, bütün növ yanacaq növləri ilə fəaliyyət göstərir. Bütün növ deyəndə bura i92, i95 və dizel yanacaq növləri ilə müştərilərin yəni premium, benzin və dizel. Bir də ki, sizdə o komanda çox xoşladım. Uşaqlar və cavan uşaqlarda baxırsan, əməkdaşlar elə qəşəng belə danışır, amma bunları hardan tapmısınız? Amma nəzərə alanda ki, siz Red Oil olaraq yaranmısınız, Red Oil adı yenidir. Amma sizin şirkət idarəçiliyində, komandada, rəhbərlərin hər birinin bundan öncə bu sahədə yetəri qədər təcrübəsi var.
Bəli, bu sahəyə üzrə bizim vurğuladığımız kimi bizim rəhbərliyin və orta və kiçik rəhbərlik daxilində fəaliyyət göstərən əməkdaşlarımızın da orada növbə rəisidir, orada xidmət rəisidir, YDM rəisidir. Bunlar təcrübəli əməkdaşlardır. Ona görə də biz açılışdan əvvəl götürdüyümüz bütün əməkdaşlara bu təcrübələri türklər demişkən aktarmışıq belə. Onları tam standarta uyğun gətirdiyimizdən sonra içlərindən seçim eləyib sadəcə o loru dilində desək ələkdən keçən əməkdaşları saxlamışıq oradakı. Yəni siz prioritet olaraq bizə əsas vacib olan şey müştəri məmnuniyyətidir. Bu da hardan qaynaqlanır? Kim bunu yaradır? Birinci növbədə orada fəaliyyət göstərən o əməkdaşlar, biz onlara operator deyirik. Onların gücü sayəsində bu müştəri məmnuniyyəti yaranır. Əla, müştəri məmnuniyyətini yalnız Red Oil deyil, bizlə əməkdaşlıq edən, dostluq edən bütün şirkətlər qoruyub saxlamaqdadır. Gəlin biraz onlardan danışın. Sponsor məlumatı. Əziz dostlar, Estet Engineering'dən danışmaq istəyirik. 1997-ci ildən bəri enerji həllərində etibarlılığın sinonimi Estet Engineering'dir. Yüksək texnologiyalı avadanlıqların satışı, servisi və layihələndirilməsindən tutmuş açar təsliminə qədər tam peşəkar xidmət göstərir sizə Estet Engineering. Estet Engineering'in rəsmi nümayəndəsi olduğu ümumiyyətlə bir çox şirkətlər var. Onlar haqqında biz mütəmadi olaraq efirimizdə çalışırıq ki, məlumat verək və bir də Estet Engineering hər zaman çalışır ki, çox köklü şirkətlərin nümayəndəsi olsun Azərbaycanda. Məsələn, həmin şirkətlərdən biri Relkodur. Yazılışı REHLKO belə gedə bilər, amma indi sizə necə rahatça elədiyin. Bu şirkət 100 illik təcrübəyə sahib güvənilən enerji brendidir. Dünyada çox məşhurdur. Dünyaca məşhur bütün o şirkətləri, istər avtomobil olsun, telefon olsun, özünüzü assosiasiya edin. Bu da bu sahənin həmin nömrə birlərindəndir. Daha əvvəl Köhler kimi tanınan bu marka indi rəsmi olaraq Relko adı ilə fəaliyyət göstərir. Hər halda çoxları Köhleri tanıdı. Relkonun generatorları və enerji sistemləri əsasən Fransada, eləcə də ABŞ-nin Wisconsin ştatında Mosul şəhərində istehsal olunur. Bu beynəlxalq istehsal gücü yüksək keyfiyyət və etibarlılıq deməkdir. Və enerji dünyasında geniş həllər təqdim edir. Məsələn, mühərriklər, enerji sistemləri, ev enerjisi həlləri daha doğrusu və fasiləsiz enerji təchizatı, yəni UPS. Və onlar ümumiyyətlə Clark Enerji olaraq da sizə dəstək olurlar. 100 illik təcrübə sözünü əlbəttə deməlidir. Əlaqə nömrələri 012 497 1716 və 051 205 45 45. Təşəkkür edirik Estet Engineering'ə. Biz isə davam edirik. Əziz dostlar, siz hara getsəniz, orada sizə alış-verişdən sonra bir çek təqdim edirlər. Düzdürmü? Düzdür. Çek az her zaman yanınızda. Bir zəngə olar ünvanınızda. Bəli, bir zəngə olar ünvanınızda. Çek az hər zaman yanınızdadır. Nəzərinizə çatdırmaq istəyirik ki, artıq 10 ildən çoxdur ki, şirkət müştərilərin yüksək səviyyəli kassa çeki, barkod etiketləri, qiymət kağızları, ribonlar, mobil printerlər və çap adavanlıqlar təqdim edir. İstədiyimiz ölçüdə, çeşiddə. Çekaz ümumiyyətlə biznesimizin güvənli tərəfdaşıdır. 055 702 12 32. Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. Əziz dostlar, işin adamını dinləyirsiniz. Mən Kamran Yaradan Quliyevin təqdimatında bir daha hər birinizi salamlayırıq. İşin adamı bizlə birlikdədir, studiyadadır. Söhbət Red Oil-dan gedir və şirkətin nümayəndəsi olaraq Faiq müəllimlə birlikdəyik efirdə. Faiq müəllim, bir daha salamlayıram sizi, xoş gəlmisiniz. Hər vaxtınız xeyir, mən də sizi salamlayıram. Yeni qoşulan izləyici və dinləyici hər saniyə var da, biz onları onda bilmərik və bu məqamda bizə bir qulaq verənlər nə etsinlər ki, sizi daha yaxından tanısınlar. Diqqətlə dinləsinlər, bunu biliyor ki. Bəli. Biz də gəlin onlara bir səthi məlumat verək, sonra detallara keçək. Bizi yaxşı tanımaq üçün, siz dediyiniz kimi tanımaq üçün bizim yanacaq doldurma məntəqələrimizə baş çəksinlər, məntəqəsinə hələ ki, inşallah ki, bayaq da vurğuladım, bu xidmət sahəsini çox böyütmək niyyətindəyik. İnşallah ki, Allahın köməkliyi ilə biz bayaq da bildirdiyimiz kimi Red Oil yanacaq doldurma məntəqəsi, yanacaq satışı ilə fəaliyyət göstərir ölkə ərazisində, Zabrat yolunda. Ora baş çəksələr bizi daha yaxından tanıya bilərlər.
xidmətlərimizdən məmnun qalarlar. Bir də ki, Xırdalandakı yeni açılacaq filialınızdan danışmaq istərdim. Orada necə gedir işlər ümumiyyətlə? Xırdalanda işlər sürətlə davam edir. Demək olar ki, yekunlaşmaq üzrədir. Hal-hazırda orada bütün sistemlər yuyulub, təmizlənib, çənlər falan, liniyalar, xəttlərdə yanacaq boruları təmizlənib, yuyulub, çənlər sıfırdan içərisi yuyulub, təmizlənib. Bundan əvvəl başqa bir petrol idi, doğru? Çənlər sıfırdan yuyulub, təmizlənib, yəni germetikliyi bərpa olunub çənlərin hal-hazırda yanacaq qəbulu üçün saxlanıc yeri, yanacaq qəbulu üçün tam hazırdır. Germetikliyi bərpa olunub deyərkən bizim dildə başa düşür. Yəni mən necə başa düşürüm də biraz istəyirəm. Çənlərin içərisi təmizlənmək üçün ora daxil olmaq lazımdır. Böyük kənd arası 45-50 tonluq. Onun qapaqları olur xüsusi. İndi orada bundan əvvəl olan benzin tam çəkilir, tam. Heç bir İçəridə bir çat falan bunlar var. Onlar yoxlanılır sıfırdan. Çənlərin içərisi, çənlərin yuxarı hissəsi əsasən və yan hissələri orada su sızma yarana bilər, çürüyə bilər. Dəmir kəndi də torpaq altında olan kəndir. Onlar yoxlanıldıqdan sonra, ora təmizlənəndən sonra qapaqlar geri bağlanılır. Yəni orada heç bir kənar müdaxilə üçün bir şans qalmır da. Bu torpağın altında olur. Bəli, çənləri əsasən otdan təhlükəli olduğuna görə standartlara uyğun standartlar bu formadadır hal-hazırda ölkə ərazisində. Çənlər mütləq şəkildə torpaq altında olmalıdır. Sırf amoddan təhlükəlidir. Bəli. O sırf oddan təhlükəlidir. Həm də ki, bilirsiniz də günəş yay vaxtında günəş şüalarının təsirindən qorumaq üçün, yəni mütləq şəkildə bu vacib nüansdır ki, çənlər torpaq altında olmalıdır. Yəni birbaşa dəmir konstruksiya ilə təmas, günəş şüasının təması, yəni oradakı yanacaq növünün keyfiyyətinə də təsir edir. Uçurdur da yanacaq növü, onun qalığına da təsir edir. Yəni çox böyük bir fərq yaranır. Bəs üzərində neçə metrə və santimetr torpaq olur ki, yeri isidir də bu torpaq? Təxminən 50 santima yaxın bəs eləyir o. Yəni o torpağın qalınlığı üst hissəsində. Çünki isitsə belə o yan tərəfdəki torpağın soyuqluğu onun temperaturu qorumağa kömək eləyir. Uzağı biraz yuxarıdan. Aydındır. Təxminən 50-60 santima qədər dərinliyə, üst hissəsinin dərinliyi də, üst sütun sahənin dərinliyi o nəzərdə tutulur. Biz belə bir növ gəlib bu keyfiyyət mövzusuna da toxunuruq da. Ümumiyyətlə Red Oil yanacağın keyfiyyətinə necə nəzarət edir və burada hansı standartlar tətbiq olunur Azərbaycanda və dünyada zəruri olan standartlardan? Deməli, yanacağın keyfiyyətinin təminatı birinci növbədə aldığımız yerdən asılıdır. Yəni sən yanacağı hardan alırsan, oradakı saxlama şəraiti nə formadadır, yanacağın saxlama şəraiti və gətirib sən öz saxlanc yeri və kənlərə tökəndən sonra oranın saxlama şəraiti nə formadadır. Yəni bayaq da vurğuladığımız kimi kənlərin germetikliyi təmiz olmalıdır ki, təmin olmalıdır ki, bura kənar müdaxilə olmasın, su axmasın, toz getməsin. Biz çalışırıq ki, bu standartlara, necə deyim də sizə, riayət eləyək. Ölkə daxilində olan, məsəl üçün, xüsusi dövlət qurumları var, onların standartları ölkə ərazisində bütün yanacaq doldurma məntəqələrində təmin olunur. Biz də onu özümüzdə tətbiq eləyirik. Deməli, razılaşaq. Bütün sürücülər hər halda məndən belə bir fikirdədir. Bax, hər sürücünün özünün sevdiyi yanacaq doldurma məntəqəsi var. Və bu öz bildiyinə, bu deyil öz belə deyim, imanından dönmür, o biri də özünkündən dönmür. Hərənin sevdiyi bir dənə yanacaq doldurma məntəqəsi var, amma bir də hamının içində az məlumatlılıq var. Bəli. Tamam mı? Bəs siz müraciətçinizin daimi olaraq sizin keyfiyyət əladır deməyi üçün nələr edirsiniz? Deməli, bu bildirim ki, sizə bu ümumiyyətlə yanacaq doldurma məntəqəsi, yanacaq doldurma məntəqəsinin fəaliyyəti, onun satdığı yanacaq növünün keyfiyyəti bu ölkə ərazidə özünüzdə vurğuladığınız kimi yaralı yerdir. İnsanların, avtomobil sürən şəxslərin yaralı yeridir. Yəni, biri deyir ki, məsəl üçün, filan yanacaq doldurma məntəqəsindən vurdum, daim oradan vururam, məsəl üçün də, heç bir problem yaşamıram. Filan qırmızı işıq yanmışdı. Filan vaxtı getdim filan yanacaq doldurma məntəqəsinə. Orada yanacaq vurdum və maşında problem yaranmağa başladı. Ümumiyyətlə belə bilirsiniz necədir?
belə bir şey ola bilər. Yəni o bayaq da dediyim ki, yanacaq ümumiyyətlə ölkə ərazisində bir yerdən təmin olunur, bütün yanacaq doldurma məntəqələrinə. Bunun keyfiyyəti, bəli, bunun keyfiyyəti necə ola bilər ki, birində eyni yerdən alınan yanacaq birində başqa cür olur, birində başqa cür olur. Xaricdən gələn yanacaq olmur bizdə. Xaricdən gələn olur. Ölkə ərazisində xaricdən də yanacaq alınır. 92 markalı yanacaq, dizel markalı yanacağın müəyyən hissəsi xaricdən tədarük olunur. Qalanı yerində. Premium hamısı bizdə olur. Premium həmən istehsalçı qurumun, təchizatçı qurumun məlumatına görə ölkə ərazisində istehsal olunur. Aydındır. Yəni bu bilirsiniz, bu problem oradan qaynaqlanır ki, sürücü daim bir yerdən yanacaq vurur. Onda psixoloji da problem psixoloji da bir möhkəmlik yaranır ki, hə, buranın yanacağı yaxşıdır. Və birinci dəfə çox vacib. Bəli. Və o qırmızı işıqla hansısa yanacaq doldurma məntəqəsinə daxil olan sürücü dərhal o başqa yerdən vurduğu yanacağın keyfiyyətini o vurduğu qırmızı işıqla 5 manatla hiss eləyə bilməz. Ümumiyyətlə o məsəl üçün qırmızı işıqla yanacaq doldurma məntəqəsinə daxil oluruq. İndi bu biraz kimi çıxmasın, loğalıq kimi çıxmasın da. İndi hər kəsin cibinə uyğundur da o yanacaq vurma. Ümumiyyətlə mən həmişə demişəm, yarım bakdan aşağı yanacağın nə kilometrajını heç kəs hesablaya bilməz. Nə onun keyfiyyətini bilə bilməz. O direkt yüzə nə qədər yandır qardaş? Onu ən azı yarım bak yanacağın olmalıdır ki, onu tam doğru sən biləsən. Çünki bizim indi bizə qulaq asan ustalarımız da ola bilər. Ustalarımız da mənə təsdiqləyə bilərlər. Çünki bu yanacaq indi hal-hazırda istehsal olunan avtomobillərin 99%-ində yanacaq nasosu yanacaq çəninin içərisindədir. Bu nasos da bu yanacaqla onun qızma həddi yanacaqla tənzimlənir. Yanacaq onun sərinlədir də, belə deyil, soyudur. O yanacaq nasosu aşağı olanda, yanacaq orada qırmızı işıqla sürəndə o nasos istər-istəməz qızır. Nasosda problemlər yaşanır və kilometrajın azalmasına səbəb olur. Yəni biz təsəvvür edin ki, nasos qızıb orada işləmir, öz fəaliyyətini elə bir ki 70% yerinə yetirir. Aydındır. Bu problemlər də bundan qaynaqlanır əsasən. Bir də ki, indi heç kəsin günahına girmək istəməzdim. Problem ola bilər, hər bir YDM-də problem ola bilər. Bir neçə YDM-də bu yaxınlarda ötən qış fəslində olmuşdu. Bəzilərinin yanacaq saxlanıc yerlərinə su sızmışdı, bilməmişlər. Bu təbii bir prosesdir. Yəni buna heç kəs qarantiya vermir. Bu kimi hadisələrin baş verməsi üçün də biz Redol olaraq daim müntəzəm olaraq bu hissələrə, bu yanacaq kənlərinə, bu yanacaq xəttlərinə baxış keçiririk ki, bu problemlərlə qarşılaşmayaq. Aydındır. Bir də baxın, gəlin biraz açaq bu dəftərləri, arxivə bir baxaq. Müştərilərin yanacaqla bağlı, ümumiyyətlə bu yanacaq doldurma məntəqələri ilə bağlı müəyyən, demirəm, əsaslı, adətən eşitdiyimiz problemlər, şikayətləri olur. Gəlin biz bu şikayətlərin üzərindən gedək, görək hansılarda düz deyirlər, hansılarda səhv deyirlər. Elə ani bir sual oldu, bilirəm, biraz düşünüləsidir də. Elə bayaq dediyimiz mövzu onlardan biridir də, yox? Bəli, o bunlardan biridir. Bundan da başqa, burada işləyən əməkdaşların da həmən YDM-lə bağlı fikir formalaşmasında böyük rolu var. Məsəl üçün, orada çalışan sıravi əməkdaş, operator, müştərinin razı qalması üçün əlindən gələn çox şey eləmir. Məsəl üçün, bir YDM-ə daxil olursan, görürsən ki, saxlamısan maşını, söndürmüsən, gözləyirsən operator gəlsin. Operator o tərəfdə hansısa müştəri ilə heç aidiyyəti olmayan bir mövzu üzrə diskusiya aparır da. Yəni sən heç aidiyyəti yoxdur. Sən gözləyirsən orada, amma operator yaxınlaşmır sənə. Bu birinci minus faktordur ki, müştəri o YDM-dən narazı geçsin. Çünki orada gözləməyə heç kəsin vaxtı yoxdur. Zaten gözləyir, yanacaq vuran müddətdə onu gözləyir. İkincisi də həmən orada çalışan əməkdaşların əlinin düzlüyü də, müştərini aldatmaması da. Yəni bu siz necə real bir tərəf. Bir dənə sual verin, bax. Unudacağım üzürlü sayını. O düzdürmü ki, bəzi yanacaq doldurma məntəqəsində bir zamanlar o qardaşlar biraz biraz axırında saxlayırdılar. Ayrı bir, nə bilməm, butulkaya doldurub sonra satırdılar. Yox, o mümkünatı olan bir şey. Olan bir şeydi bu, yoxsa yox? O mümkünatı olan bir şey deyil. Çünki orada o
yanacağı verən nasosun elektroklapanı var. O nə qədər İndi demirəm ha, o vaxtı yox, da o olmuyor. vaxtı da o olmayıb. Yəni o nəsə başqa bir formada saxlayıblar, göstəriblər ki, litraj söhbətini eləyiblər. İndi o mümkündür deyil. Zaten bütün yanacaq doldurma məntəqələrinin çoxunda bu sistem var, avtomatlaşdırılıb. Satışa kompüter nəzarət eləyir. Satışın miqdarından tutmuş gedən həddə qədər hamısını kompüter özündə qeyd eləyir onu. Və nəyə görə dayandı, hansı müddət. Məsəl üçün gəlir adam polnubak sifariş verir. Gəlir polnubakın vurur, o da orada göstərir. Gəlir adam məsəl üçün 20 manat vur da yanacaq. 20 manatın 18 manatın gedib 2 manatını saxlayıb operator 2 manatın cibinə qoyanda o da orada bilinir ki, hani hansı səbəbdən bu 20 manatlıq sifariş tamamlanmamışdır. Əməli fərziyyələr gəzirik. Bəli, Siz bəli. hardan xatırlayıram? Bir yalan olmasın, bir 15 il əvvəl yay vaxtı Nabrandaydım. Orada indi bəlkə də indi tanıyırlar, eşidirlər. Nabranda bir qardaş öz həyatının qabağında belə qoyub 4-5 dənə üstəlik qəşə yazıb benzin var. Bəli. Mən ondan aldım, benzin qutarıb da biri gedəsi deyirəm Xudata. Soruşam, oradakılar bu necə alıb qardaş? Güləşdən orada qalır, deməli qardaşlardan geri götürür, onlarla işləyirlər. Bax, o məndə qalıb, fikir verin. Nə qədər yanlış çox informasiya belə var. bir acı haldır ki, da yəni bilirsiniz necə, yanacaq doldurma məntəqəsindən kənarda yanacaq satışı ilə bağlı fəaliyyət göstərən adamlar var. Məntəqədən gedib alırlar hansısa formada 20 litr, 30 litr bir formada və onu kənd daxilində hansısa bir kənar ərazidə yanacaq doldurma məntəqəsindən Yəni cəmaatın çörəyinə bahis oldu. yəni bu əslində bu bilirsiniz necədir? Acı bir haldır da. Yəni o düzgün bir format deyil. Yəni o cürə satış həyata keçirmək Yaxşı da düzgün bir şey günahlandırma, deyil. değil mi? Vicdan əzabı çəkdiniz. Cəmaat 500 man pul qazanır. Yəni o ola bilər Təbii ki, ki, rəsmi o işləmək formada, bəli, lazımdır. o formada ola bilər ki, alıb bu satışı ilə məşğul olur, amma o da düzgün deyil. O pərakəndə satış qaydalarının pozulması deməkdir. Bu yanacaq sahəsi, mən özüm bildiyiniz kimi sətan mühəndisiyəm. Yəni bu yanacaq satışı qədər təhlükəli, yanacaq satışı qədər təhlükə potensiallı bir satış növü yəni ölkədə yoxdur. Bunu sizə garanti verirəm də. Bir var boya istehsalıdır. Bu da çox çətin bir proses, təhlükəli. İkinci növbədə də yanacaq satışı. Daha doğrusu yəni birinci Bax, növbədə. təhlükəli demişkən, təhlükəsizlik qaydalarını maksimal dərəcəyə çatdırmaq üçün sətan mütəxəssisi rəhbəri olaraq nələr var ki edirsiniz? Bax, Bilirsiniz, məsələn, bildik, torpağın altında qalmalıdır. Sonra bilirsiniz bu qurğular mütəmadi olaraq servis tərəfindən yoxlanılmalıdır. Bilmirəm. Bunların akreditasiyası keçirilməlidir. Hətta yanacaq doldurma məntəqəsinin ərazisində olan işıq transformatoruna qədər bunlar sınaqdan keçirilir. İldə ən azı bir dəfə olmaqla. Bu çənlərin özü, bu satışa həyata keçirən qurğular özləri, bunlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dağ Mədəni İdarəsi tərəfindən ildə bir dəfə yoxlanılır. Təhlükəsizliyinə uyğunluq sertifikatı ilə təmin olunur bu qurğular. Yəni biz maksimum dərəcədə biz özlüyümüzdə bu təhlükəsizlik qaydalarını riayət eləməyə çalışırıq. Əməkdaşlarımıza daim yanğın təhlükəsizliyi və digər təhlükəsizliklə bağlı təlimlər keçiririk. Ancaq bayaq sizə bildirmək istəyirdim ki, sonda bunu deyəcəkdim. İndi mütləq ki deyim, biz müştərilərimizdən də xahiş edirik ki, yanacaq doldurma məntəqəsinə daxil olarkən, məsəl üçün biz gəldi, yanacaq doldura avtomobilin kapotunu açmağa, ön bagaj hissəsini açmağa icazə vermirik. Bu təhlükəsizlik qaydalarına zidd bir şeydir. Yəni xırda bir şey, xırda nüansdır. kapot açmaq olmaz. Yəni yanacaq gedə-gedə, yanacaq doldurma məntəqəsinin ərazisində bu halın qarşısı alınır. Yəni Maşın icazə xodda olanda niyə benzin vurmaq olmaz? Bilirsiniz, bu əsasən müştərinin özü üçün bir plusdur. Ola bilər ki, baxında nəsə bir çirkli olsun, digər Maşına zərər vura bilər. İkinci növbədə yenə də təhlükəsizlik qaydası. Həmən avtomobildə olan hər hansı nasazlıq, yəni orada böyük bir yanacaq gedə-gedə oraya yanacaq vurma böyük bir problemə gətirib çıxarda bilər. Ona görə icazə verilmir. Sürücülərimizdən də xahiş edirik. Yanacaq doldurma
yanacaq doldurmanın ərazisinə daxil olarkən maksimum dərəcədə təhlükəsizlik qaydalarına riayət eləsinlər. Sürət həddini azaltsınlar, ani hərəkətlər, ani yerindən tərpənmə, yerində dayanma hərəkətləri eləməsinlər. Alışdırıcı maddələrdən, siqaretdən istifadə eləməsinlər. Bayaq vurğuladığımız kimi kapotu açmasınlar. Yanacaq gedə-gedə avtomobili xodda saxlamasınlar. Bir də ani hərəkət bilirsiniz nə edir? Keçən efirdə dedi Faiq müəllim, belə bu ani bir qaz verir. Perekrutka deyək. Hə, perekrutka. O belə ziyan imiş. Yerindən tərpənib getməyi o çox böyük bir təhlükəyə səbəb olar. Hətta bizdə dəfələrlə baş verib ki, yanacaq gedə-gedə avtomobil yerindən sürüb gedib. Ayda. Kinolarda partlayır. Elə bir şulanq tapanca qalır bakda, sürür gedir. O ya oradan şlanqa götürüb aparan olur. Ya qırılır, orada qırma klapanı olur. O qırma klapanı elə bir hadisə, bədbəxt hadisənin qarşısını almaq üçündür. Birinci o klapan qırılır, ki o kolonkanı sürütüyüb aparmasın da dalayıcıda. Ona görə ki o dayanır. Və elə olur ki o hansısa bir formada o tapanca oradan çıxır, bizim əməkdaşlarımıza dəyir və yaxud da ki qurğulara dəyir və yaxud da ki həmən şəxsin öz avtomobilinə belə ziyan vurduğu xətrinə dəyir. Kolonkan qoy yerinə. Belə əziz dostlar, davam edəcəyik. Sponsor məlumatı. Minin avtomobilinizə yolunuzu bir tabak evindən salın. Çünki kampaniya var tabak evində. Black Friday gəlir. Hamı Black Friday'ə hazırlaşır və Black Friday'də tabak evində özəl bir indirim var. Tabak evi nədir? Burada xüsusi evimizə, ofisimizə, restoranımıza uyğun süfrələr, dekor, mətbəx üçün məhsullar var və hər biri çox zövqlüdür həqiqətən. Əlaqə nömrəsi 050 985 66 61-dir. Təşəkkür edirik tabak evinə. Əziz dostlar, biz arzu edirik ki, sizin Dubayda əmlakınız, biznesiniz, bir mənziliniz olsun. Ona görə də 2088 Real Estate şirkətinin parlaq siması olan Anar müəllimə müraciət edə bilərsiniz. Sosial şəbəkədə biz Anar müəllimi çox rahat şəkildə elə Anar Dubay yazan kimi elə onun səhifəsi çıxır. Çox da aktiv bir səhifədir. Plus 971 50 775 73 37. Sizə viza dəstəyindən tutmuş bank hesablarının açılması və s. bütün məqamlarda dəstək olacaqlar. Bütün sahibkarların ən yaralı, ən arzu olunan məqamı nədir? Onların çox düzgün bir konsalting şirkəti olsun. Hansı ki, Azərbaycanda da belə bir şirkət var. Söhbət Unilegal Consultingdən gedir. Baxın, əziz sahibkarlar, diqqətlə bizi dinləyin. Güc bəla ilə, əziyyətlə, min bir o əzab əziyyətlə pul qazanırsınız. Onu da cərmələri ödəməyin. Onu ümumiyyətlə düzgün aparın. Və yaxud şirkəti quranda köklü şəkildə sütunları çox möhkəm olsun. Məhz bu səbəbdən biz Unilegal Consultingə müraciət edə bilərik. Unilegal Consulting Azərbaycanda hüquq sahəsində peşəkarlıq və yüksək səviyyəli xidməti ilə seçilən şirkətlərdən biridir. Bu sahədə uzun illər fəaliyyət göstərir. Ona görə də komandasına güvənir. Şirkət peşəkar komanda ilə daim dəstək olur öz müştərilərinə. Lisenziya olsun, icarənin alınması, hüquqi dəstək, şirkət filial təsis olunması, mühasibatlıq, maliyyə nəzarəti, vergi məsləhətləri, kadr işləri, mövcud sənədlərin audit olunması, əməyin mühafizəsinin təşkili və s. ümumiyyətlə adanızaya bütün xidmətləri biz Unilegal Consulting əldə edə bilərik. Onlar gələn həftə qonağımız da olacaqlar. Ətraflı suallarınızı ünvanlayarsınız. 070 216 91 91, yəni 91 91 onların nömrəsidir. Hörmətli sahibkarlar, komanda ruhu lazımdır. Ona görə də sizə komandanıza bir idman geyimləri zərurət yaranır. Team buildinglərdə olsun, müsabiqələrdə olsun. Azərbaycan istehsalı olan və Azərbaycanlı həm də dünyaca məşhur idmançıların da elə müraciət etdiyi, partnyorluq etdiyi Cevo Sportdan danışaq, Kirpi Tekstildən danışaq. Azərbaycan istehsalçısı olan şirkət idman yönümlü geyimləri və promo geyimlərini də istehsal edir. Bütün idman növləri var burada və promo geyimləri də əldə edə bilərsiniz. Yerli istehsaldır. 055 ilə 450 20 37 onların əlaqə nömrəsidir. Bir də keçən dəfə çox maraqlı bir bizə müraciətlər oldu. Sennadan danışaq. Sən demə yetəri qədər öz məkanında, evində, şadlıq sarayı olan çox dostlar var, restoranları olan var, bir neçə mərtəbəli. Onlara lift lazımdır. Lift mövzusunda Senna şirkətinə müraciət edək. Əgər internet axtarmaq istəsəniz
Ctrl-N belə yazın. Çox böyük, çox maraqlı, çox populyar məkanlarda onlar lift xidmətlərini veriblər, amma yalnız lift deyil. Onlarda eskalatoru var, travellatoru var, avtopark sistemləri var. Müraciət edə bilərsiniz onlara. Nəzərinizə çatdıraq 2013-cü ildən bəri fəaliyyət göstərir. Bu uzun illərin təcrübəsi deməkdir. Əlaqə nömrəsi 050 444 70 70 və yaxud deyək ki, bu asan nömrəni yadda saxlaya bilmirsiniz, biraz çətin nömrəni deyim. 050 207 22 17. Bunu yadda saxlayın, getsin. Biz isə davam edirik işin adamı ilə birlikdə. İşinin adamı studiyadadır. İşin adamı studiyadadır. Red Oil'dan danışırıq Faiq müəllimlə birlikdə. Faiq müəllim, təhlükəsizlik mövzusuna da toxunduq Red Oil'da. Gəlin belirləyək, bir də ənənəyə sadiq qalaq. Bu saniyə efirə qoşulanlara Red Oil haqqında danışaq, sonra suallarım var. Adamı yorur bu. Salamlayıram indi yenidən qoşulan, efirə yenidən qoşulan tamaşaçılarımızı da. Biz Red Oil olaraq Azərbaycan Respublikası ərazisində yanacaq doldurma fəaliyyətinə, yanacaq satışı fəaliyyətinə məşğul oluruq. Hal-hazırda bir ədəd yanacaq doldurma məntəqəmiz fəaliyyət göstərir Zabrat yolunda. Bundan başqa yaxın vaxtlarda Xırdalan ərazisində Bakı-Quba avtomagistralının 12-ci kilometrində bir ədəd tam standartlara cavab verən yeni yanacaq doldurma məntəqəmiz də xidmətinizdə olacağıq. Red Oil tam enerji ilə yolunuza davam eləməyə sizə kömək göstərəcək. Super, əhsən. Red Oil müştəri məmnuniyyətini daha da artırmaq üçün bir çox işlər görür. Əla, gözəl. Biraz bundan da danışaq. Müştəri məmnuniyyətini necə təmin edirsiniz? Deməli, müştəri məmnuniyyətini təmin eləmək elə də bir rahat bir proses deyil. Özünüz də bunu çox yaxşı bilirsiniz. Biz əlimizdən gələni eləyirik. Bunun üçün birinci növbədə əməkdaşlarımızın təcrübəli əməkdaşlar olması üçün hər bir formada biz onları özlərinə dəstək göstəririk və sonradan onları iş prosesinə buraxırıq. Əməkdaşları sırf bu sahəyə uyğun olaraq seçirik ki, müştəri məmnuniyyətinin bir nömrəli necə deyim də dost olasınız da. Onlar əməkdaşlar da birbaşa müştəri ilə məşğul olan, müştəri ilə işləyən bizim əməkdaşlarımız, bizim operatorlarımız, yanacaq dolduran operatorlar. Buna görə biz onları ən yaxşılarını seçməyə çalışırıq. Bundan başqa da ki, hal-hazırda yanacaq doldurma məntəqəsi ərazisində, daxilində biz bir neçə kampaniyalar keçirdirik. Bunun ən vacib olanı, ürəyim oxudum mən. Ən vacib olanı da bonus kartı layihəsidir. Bizdə bonus kartı var. Məndə var o kart. Xeyirli işlədəsiz. Bonus kartı var. Hər vurduğunuz 10 litr yanacaqdan sizə 1% bonus hesablanır. Elə bil ki, bir də plus, hər bir litrə 1 qəpik də yığılır balansınıza. Ondan başqa da həmən ərazidə fəaliyyət göstərən Red Marketdə 5%, 10% arası endirim kartları sizə təqdim olunur. Bu da vurduğunuz yanacağın litrajından asılıdır. Qəşəng. Məsəl üçün 30 litr yanacaq vurduzsa, bununla yanaşı sizə həmən marketdə 5% endirim kartı təqdim olunur. Bundan yuxarı da yanacaq vurduğunuzsa, partnyorlarımızda orada yenə də partnyorlar var. Onların endirim kartları sizə təqdim olunur. Gözəl. Ümumiyyətlə Red Oil-u biz gördük. Həqiqətən bir belə özəl yanaşma var. Red Oil-un da belə bir fəaliyyəti bizi sevindirir. Birazdan qısa fasilədən sonra yenidən eşidiləcəyik. Əgər sizin avtomobiliniz yoxdursa, eyb etməz. Fayton Rentekara müraciət edə bilərsiniz. Xaricdən qonağınız gəlsə, rayona səfərə çıxmaq istəsəniz və yaxud iş birliyi ilə bağlı sizin xarici qonaqlarınız gəlir. Bu da ola bilər. Fayton Rentekara müraciət edin. İstədiyiniz bütün segmentdə avtomobil var orada. 055 və 099-dan eyni nömrədir. 336 36 33. Çox rahat nömrədir. 3363633. Belə. Çox vaxt nömrəni hafizəyə saxlamaq olmur. O da keçmişi bu variantı. Bu formada daha rahat olur. Mən də elə problemləmişəm. Ümumiyyətlə nömrələr yadımda qalan deyil, telefon nömrələr. Ona görə mən də o formada sizdə nömrə yadda qalmır. Bir dəfə baxdım, qutu artıq getdi deyil o. Yox, olur bizdə. Belli. Əgər siz avtomobil almaq istəsəz, Çin və Koreyadan nə qədər ki qiymətlər artır, yenə də fərqi yoxdur. Azərbaycanın sırf bu işlə məşğul olan peşəkar dostları var. Araba şirkətindən gedir söhbət. Çin və Koreyadan 5 ildən çoxdur ki, Azərbaycana araba gətirən araba şirkəti bütün özü də məsuliyyəti üzərinə alır. Ətraflı sual üçün 070 233 73 78, yəni 233 73 78. İşinin adamı davam edir.
Bəli, işin adamı davam edir. Red Oil-dan danışırıq. Bu ana da biz xüsusi yanaşırıq. İstəyirik ki, şirkətin nümayəndəsi Faiq müəllim bir daha Red Oil-dan danışsın. Yeni qoşulanlar dinləyicilərimiz nəzərə alaraq. Salamlayıram yeni qoşulan dinləyicilərimizi də. Biz Red Oil brendi altında hal-hazırda Bakı şəhərində bir ədəd olmaqla və növbədə bir neçə yanacaq doldurma məntəqəsi planda var. Yanacaq satışı ilə fəaliyyət göstəririk. Keyfiyyətli yanacaqla müştərilərimizi təmin eləməyə çalışırıq. İnşallah ki, bizdən razı qalarlar. İnşallah, niyə də yox və ümumiyyətlə sizin sahədə yetəri qədər belə deyək də təcrübəyə sahib olmayan Azərbaycan bir o qədər də çox insan yoxdur, amma sizin təcrübəniz olmağı bizi sevindirir. Həm komandaya özəl yanaşırsınız, həm də ki müştərilərə. Suallardan biri gəlib ki, Şamaxıda varmı? Yox, Şamaxıda yoxdur, amma inşallah yaxın vaxtlarda İsmayıllıda olmaq ehtimalı var. İsmayıllı rayonu. Aha, sirrən üstü açıldı. Ümumiyyətlə region olaraq düşünülür. Bəli, region olaraq birinci elə İsmayıllı olacaq inşallah ki. Xırdalan, İsmayıllı, sonra? Sonrakıları da dəqiq məlumatım yoxdur, sonrakılar haqqında, amma Bakı şəhərində bir neçə dənə olacaq. Yaxşıdır da, şəhərin hər iki nöqtəsində, çünki bizim kampaniyalarımız da var və biz bu kampaniyalarda istəyirik ki, daha da əlçatan edək, əziz dostlar. Yanacaqla bağlı bir neçə suallar gəlib. Belə açıq sözlü bir dinləyicimiz yazıb. Biz özümüzə güvənirik. Öncədən heç bu sualda təqdim eləməmişik. Mən hardan bilim ki, sizin yanacağınız keyfiyyətlidir? Onu birincisi istifadə eləməsə heç kəs bilməz. Yəni yanacağın keyfiyyətini, yəni istifadə eləməsə heç kəs bilməz. Hər bir formada biz yanacağın keyfiyyətinin yoxlanmasına açığıq. Yəni təqdim eləyə bilərik, istədiyi formada yoxlaya bilərik. Həsən cəmaatı kənizada soruşdu eləmə. Deməli, bir maraqlı da sual var. O sualdan biri budur ki, yanacağın keyfiyyəti avtomobilin ilinə görə dəyişirmi? Bəli. O avtomobilin ilinə görə avtomobilin istifadəsi deyək də buna da, yəni bir var köhnə avtomobil, lap köhnə. Bir də var ki, yeni avtomobili. Məsəl üçün yeni avtomobillerin içərisində istehsalçı zavod deyir ki, məsəl üçün bu avtomobilə 95-dən başqa yanacaq tökmə. Amma biz gətiririk onu, salırıq deyir qardaş, buna 92 var. Çox haqlı. Yəni hətta 2025-in elə maşınlar var ki, zavod deyir qardaş 92-dir də bu. Bəli, amma bu yeni istehsal olunan avtomobillərin içində düz 92 ilə işləyən avtomobillər çoxdur. Zavod məsləhət görür, məsəl üçün yazır 92, 95. Ya elə avtomobillər var sırf 92 yazır, elə avtomobillər var sırf 95 yazır. Sual. Bax, o zavoddakı qardaşın yazdığı 92 ilə Azərbaycandakı 92 ilə üst-üstə düşür, yoxsa yox? Bilirsiniz, dəfələrlə olub yoxlamışam. Yəni standartlara cavab verir. Ölkəmizdə istehsal olunan və kənardan gələn yanacaq növləri normaldır. Yəni 92 öz aktanındadır, dizelin aktanının yerindədir, 95 Elə bir fərziyyə var ki, zavodun dediyi 92-dirsə, bizdə 95 vursan hələ o 92 olar. Yox. Yalan söhbətdir. O fərziyyədir sadəcə olaraq. Tamam. Bilirsiniz, yenə deyirəm ki, bu işin içindəyik, bu yanacağı bilirik. Azərbaycanda istehsal olunan 92-nin aktanı elə 92-yə çox yaxındır. Yəni biz sizə deyim ki, deyirlər ki, bu 92-75-dir. Yəni 75 olmağı üçün onun heç bir əsas yoxdur. Aydındır. Bir dənə də sual. Bəzi YouTube'da videolar görmüşəm ki, o qardaşlar bütün bizim o vaxt çəkib, heç onda Red Oil yox idi. Yanacaq doldurma məntəqələrindən benzinlər götürüb, bir balaca belə qurğudur, götürür, deyirlər bu keyfiyyətli, bu keyfiyyətsiz. Ona nə münasibətiniz var? Bilirsiniz, burada qərəzsizliyin təmin olunduğuna əmin olmaq lazımdır ki, yəni bu reklam xarakterli bir videoroliklər olmadığına əmin olmaq lazımdır birinci növbədə ki, bu məsəl üçün mən götürüm Red Oil-u reklam eləyim, o birilərini pisliyim və yaxud da ki, o birilərini reklam eləyim, Red Oil-u pisliyim. Birinci növbədə bunun aydınlaşdırmaq lazımdır ki, bu reklam xarakterli videorolikdir, yoxsa düzgündür. Bunun üçün, bəli, qurğu var, aktan ölçür o. O da ki, bir neçə yanacağı ard-arda yoxlayanda orada problem yarana bilir. Elektron qurğudur da, yəni ola bilər ki,
o necə deyim, bizə ətir alanda deyirlər, kofe verirlər, deyirlər, gələ bir iylə bunu, o birisi ətirin iyini hiss edə bilərsən. Amma o da ola bilər ki, dalbadal bir neçə yanacağı yoxlayanda ola bilsin ki, o qurğuda problem yarana bilər. Yəni bu biz də yoxlamışıq, biz də görmüşük də o problemləri. Öz yanacaq doldurma məntəqəmizdən məsəl üçün olub ki, 2 dənə yanacaq yoxlamışıq, eyni yanacağı 2 dəfə yoxlamışıq, bir-birindən fərq göstərir. Qurğuda problem yaşana bilər, elektronikada da. Yenə Ola də bilər. ki, Ətir demişkən, amma mənim bir sizə tövsiyəm var. Parfümaza müraciət edin. İnşallah. Sponsor mən. Parfümaz, əziz dostlar, adətən deyirlər ki, Azərbaycan, dünya brendi Azərbaycanda, biz isə deyək ki, Azərbaycan brendi dünyadadır. Parfümazın çünki dünyanın 4-5 ölkəsində 10-a yaxın filialı var və İsveçrə istehsalı olan yağlardan hazırlanır. Peşəkar parfümerlər tərəfindən Azərbaycanda 2 ünvanda var. Parfüm Azın məntəqəsi, ünvanı. O qədər bayaqdan məntəqədə danışırıq ki, dilimə məntəqə sözü oturdu. Əlaqə nömrəsi 077 ilə 815 və 816 belə yaza bilərsiniz. 0002-dir. Qarşıdan ümumiyyətlə yeni il gəlir, bayramlar gəlir. Məncə doğmalarınızı sevindirə bilərsiniz. Sizə hörmətli dostlar, Arzena Dizaynla danışaq. Arzena Dizaynda keyfiyyət, uzun ömürlülük, hər biri bir aradadır. Ümumiyyətlə Arzena Dizayn bir imzadır. Burada bir ruh var, enerji var, özəl yanaşma var. Çünki evimiz üçün, ofisimiz üçün, bizə özəl olan məkanlar üçün, hansı ki biz orada daha da güc alırıq, maksimum onlar qəlbini qoyur işə və görüntülərdə də görə bilirik. Unikal interyer layihələri, həmin dizaynlara uyğun xüsusi hazırlanmış mebellər, estetik və davamlı otaq, ümumiyyətlə qapıları olsun və biz burada pivot qapılarında xüsusi qeyd edə bilərik. Şirkət 10 ilə yaxındır təcrübəyə sahibdir. Ən yaxşısı bir qapılarını döyün, bir çaylarını için. Mən özüm də bu gün sabah deyə gedib çıxmamışam hələ də. Amma bütün komandanı Halil abi başda olmaqla hər birini salamlayıram. Mən onları çox istəyirəm. Çünki istedadlı dostlardır. 051 295 06 90 əlaqə nömrələridir. Təşəkkürlər. Sizə Enerji N-dən danışmaq istəyirik. Ümumiyyətlə elə bir sahədir ki, onlar özlərini güvənirlər. Hətta onların görüntülərini də təqdim edə bilərik sizə. Və şirkət 2011-ci ildə qurulub. Şirkət qaz və su məhsullarından, ümumiyyətlə sayğaclar, təmizləyicilər, alarm sistemləri var. Həmin cihazları təqdim edirlər və nəzərinizə çatdıraq ki, Azərbaycan şirkəti olaraq bu sahədə ən uğurlu şirkətlərdən biridir. Bir də ki, hörmətli dostlar, xanımlar və cənablar, bu tip şirkətləri tanımaq lazımdır və şirkət böyük layihələri, dövlət səviyyəsində, holdinglər səviyyəsi layihələri icra edir. Bir də belə sadə hər birimizə cəmi 10-12 manat dəyərində bir siqnalizasiya var onlarda. Evdə qoyuruq onu bir güşəyə, heç nə eləmirik. Sadəcə bir batareykası olsun və qaz sızması olsa, çünki bilirik artıq qış aylarıdır, təəssüflər olsun ki, bu problem bir çox evlərdə hər zaman qışda yaşanır. Bu ceyran peçi olsun, qaz sızmaları olsun. Bunların qarşısını alması üçün zamanda bilməliyik problemi. 050 ilə və 070 ilə 280 1050 bu nömrə ilə zəng edin, həmin elə qurğuları əldə edə bilərsiniz. Əziz avtomobil sürücüləri, istəyirik ki, avtomobili həmişə gözəl görsəniz. Ona görə də 1935-ci ildən bəri avtomobildə PPF qoruyucudan tutmuş, bütün o cilalanma olsun, plyonka məsələləri hər birini ümumiyyətlə Every Denison sizin üçün həyata keçirir. 35-dən bəri var və ChatGPT-yə hamı müraciət edir də. ChatGPT-də soruşsaz ki, dünyanın ən güclü PPF vuran avtomobili markası hansıdır? İlk 5-likdə Every Denison var və dünyada ümumiyyətlə birincidir. İlk dəfə məhz Every Denison bunu istehsal edib. Maşallah olsun, belə dostların olması bizi sevindirir. Hörmətli sahibkarlar, iş mühitində komandamızın uniforması çox vacibdir. Unika müraciət edib biz uniformaları oradan əldə edə bilərik və bir çox sahələrin ümumiyyətlə öz standartları olur əməkdaş uniformasında. Hər sahənin biz uniformalarını Unikdən əldə etmə imkanına sahibik. 051 516 43 33 əlaqə nömrələridir onların. Təşəkkür edirik, biz isə davam edirik. Efirimizin sonuna doğru yaxınlaşırıq. Həqiqətən işin adamı, çox savadlı dostumuz bizlə birlikdədir. İşinin adamı studiyada. İşin adamı Faiq müəllimdir. Red Oil-ı təmsil edən Faiq müəllim. Ümumiyyətlə bu sahədə mənə elə gəlir ki, hardan sual versək, siz onu cavablandıra bilərsiniz, düzdürmü? Mən həmişə keçən verilişdə də bunu vurğuladım. Çox istəyərdim ki, bu sahə üzrə müştərilərimizin bizdən tələbi nədir, gözləntisi nədir? Yüksək
keyfiyyətli yanacaq satışı, bunu qoyduq kənara, bunu çalışırıq. Keyfiyyətli xidmət və başqa hansı formada müştərilər üçün daha aktual ola bilərik, onu çox istərdim ki, eşidək də efirlərdəki, keçən dəfə də vurğuladıq bunu. Çox maraqlı olardı. Yavaş-yavaş bugünkü suallardan gördük. Suallara cavab vermək çox maraqlı olardı. Deməli, bu nədir? Suallar gəlir dayanmadan. Mənim sizdən bir xahişim olacaq. Sonda artıq gecdir, əziz izləyicilər, təşəkkür suallara görə. Ən sonda, baxın, biraz başıma gələn, biraz ChatGPT, daha çox ChatGPT-nin sualları. Başqa eşitmədiyimiz və ya eşidilməsi zəruri olan hansı sual var? Efirimiz bitib, son sual olaraq onun üzərindən gedək. Suallar, mən istərdim ki, məsəl üçün yanacaq keyfiyyətindən daha çox, məsəl üçün də necə yanacağın nə qədər vurulması, necə istifadə eləmək, avtomobili sürərkən, məsəl yanacaq doldurmaya daxil olarkən, məsəl bizdə daim fikir verən müştərilər olur ki, 5 manat vurur, taksi fəaliyyətindən məşğul olur, fikir verirəm. 5 manat vurur, fırlanı gəlir, yenə 5 manat vurur. Yəni, birmənalı olaraq bu sizin birinci növbədə avtomobilinizə ziyandır. Hələ siz bunu qırmızı işıqda belə sürürsünüzsə, bu ən ziyanlı bir formadır. Bilirsiniz, yəni, ümumiyyətlə tövsiyələr bu avtomobil istehsalçıları tərəfindən də tövsiyələr odur ki, yanacağı qənaətlə istifadə eləmək istəyirsinizsə, yanacağı litrajını çox eləməlisiniz. Bayaq da vurğuladım ki, bu soyutması həmən o nasosun bakın içində olan yanacaqla olur. Nə qədər siz orada yanacağı az olsaz, o nasos bir o qədər qızacaq, tez sıradan çıxacaq. Sizin ümumi sistemimizə də oradan məsəl üçün onun içinin dağılması nəticəsində sistemə də nəsə gedəcək. Ona görə bu kimi suallara cavab vermək istəyərdim. Yəni, keçən dəfə də vurğulandı. Yəni, tam açığam bütün suallara. İnşallah. Təşəkkür edirəm. Gəlin həftədə bunun üzərindən işləyərik. Red Oil-dan Faiq müəllim bizlə birlikdə idi. Hörmətli xanımlar və cənablar, mən Kamran Yaradanquliyevin təqdimatında bizi eşitdiniz. Təşəkkür. Yalnız bu günlük bildirək ki, İşinin adamı bitdi.